Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə asenkron problemlə nümunə görmüş olacağıq. Yəni bu dərsdə müəyyən bir asenkron problemi sizinlə simulyasiya etmiş olacağam. Yəni deməli asenkron dərsini ilk öncə sizə izah etdiyim zaman asenkron və senkron proqramlaşdırmanı sizə izah etdiyim dərsdə mən demişdim ki, məsələn, birinci endpointimizə istək göndərir, oradan bizə müəyyən bir data gəlməlidir ki, həmən datanı digər endpointə parametr kimi göndərə bilim ki, ona uyğun bir nəticə əldə edeyim. Həmən problemi burada belə deyək də vizuallaşdıracağıq biz. Təbii ki, bu real həyat örnəyi olmayacaq. Necə real həyat örnəyi olmayacaq? Məntiq olaraq tam olaraq real həyat örnəyidir. Sadəcə biz normalda bunları real həyatda necə görəcəyik? Məsələn, backend yazırıqsa əgər JavaScript-lə database istək göndərəcəyik və yaxud da ki, digər bir backend-ə istək göndərdiyimiz zaman oradan bizdən qayıdan dataları bu formada dediyim, yəni datalar bu formada davranmış olacaq. Həmin texnologiyalar bu formada davranmış olacaq. Asenkron formada davranacaq və yaxud da ki, hər hansı bir faylı oxumaq və ya s. yazmaq kimi proseslər. Amma frontend tərəfində isə təbii ki, hər hansı bir backend-ə məsələn istək göndəririk. Oradan bizə bir data qayıtmalıdır ki, onu biz tutmalıyıq. Ondan sonra həmin datanı digər yerə parametr kimi göndərməliyik ki, oradan da bizə həmin gələn deməli parametrə uyğun bir data qayıtsın. Bunu biz eləyə bilərik. Amma dediyim kimi sadəcə burada məntiqini tutmağa çalışın siz. Set timeout-una mən bunu sadəcə simulyasiya etmiş olacağam. Set timeout dərsində də mən sizə bildirdim ki, bu dərsi ona görə keçirəm ki, bu asenkron problemlərini ilk öncə simulyasiya eləyib başa düşək və artıq gerçək olaraq hər hansı bir yerə istək göndərib biz data aldığımız zaman bilək ki, orada müəyyən qədər vaxt keçir. 1 saniyəmi, 5 saniyəmi, millisaniyələr belə olsa orada müəyyən qədər vaxt keçir. Biz deməliyik ki, burada gözlə, buradan data gəlsin, onu götür, ondan sonra yolva davam et. Bunu deməliyik. Yəni tam bəsit, sadə dili budur. Biz ona deyirik ki, sən gözlə qoy, buradan bizə cavab qayıtsın ki, mən ona uyğun bir şey əldə edə bilim ya da oradan bizə cavab qayıtsın ki, onu göstərək kiməsə. Aydındır? İndi bunu dediyim kimi vizuallaşdıracağıq biz. Bura bunları yapışdırıram mən. 2 dənə deməli array'im var burada. Düşünün ki, bunlar MongoDB kimi də düşünmək olar, SQL kimi də düşünmək olar. Yəni bunları düşünün hər hansı bir deməli table'dır. Başqa bir database-dir, fərqli bir yerdə saxlanılan məlumat kimi başa düşmək olar da. İlk öncə bura istək göndərəcəyik biz. Baxın, bura istək göndərəcəyik. Students'dir, burada array'dir. Bunun içərisində deməli 3 dənə user'imiz var bizim bu formada və bu user'lərin də ID, first name, last name'i var. Yəni mən burada nə etmiş olacağam? Bu array'də axtarış edəcəm. Yəni array istək göndərmiş olacağam deyə bilərik də. Biz istəkləri dediyim kimi fetch-lə, axis-lə və s. göndərmiş olacağıq. Amma burada da array üzərində fırlanacağıq. Ona istək göndərmək kimi baxa bilərsiniz. Çünki biz onu asenkrona çevirəcəyik burada. Və təbii ki, növbət dərsdə də onun həllini görmüş olacağıq. Yəni həlli yollarından birini görmüş olacağıq. Burada students-in üzərində fırlanacağıq. Yəni bir metod yazacağam mən. Həmin metoda məsələn bu ID-ni parametr kimi göndərəcəm. Bura demiş olacağam ki, get students-in üzərində fırlan. Orada bu ID-yə sahib, hər hansı bir ID-yə sahib deməli student varsa, onun məsələn mənə first name-ini qaytar ya da bütün obyekti qaytar, bütün həmin o studentin bütün məlumatlarını mənə qaytar. O mənə qaytaracaq onu, elə deyil. İlk istəyimiz sanki bura oldu da. Bax, düşünün ki, o birinci API dedim sizə. O istəyi düşünün ki, bura oldu. Buradan mənə first name qayıtmalıdır. Sonra ikinci istəyim artıq, buradan qayıdan first name ki var, onu götürüb parametr kimi ikinci yazdığım funksiyaya göndərmək olacaq. Həmin o ikinci funksiya nə iş görəcək? Yəni ikinci istək göndərir deyə deməli senkron və asenkron proqramlaşdırma haqqında danışdığımız dərsdə. Bax, onu deyirəm mən. Burada artıq deməli bu array-yə istək göndərdiyimiz zaman bunun üzərində fırlanacağıq. Mənə buradan, baxın, ilk array-dən gələn first name ki var, o parametr kimi veriləcək bu funksiyaya. Və həmən first name-dən bunun first name-lərini yoxlamış olacağıq artıq biz. Yəni, hansına bərabərsə, məsələn, Tom gəlibsə, bu first name-dir və onun education dəyərini geriyə qaytarmış olacağım. Nəticədə nə oldu? Mən 2 istək göndərmiş oldum da. Birinci istəyim bura göndərilmiş oldu. Buradan qayıdan nəticəyə əsasən həmən nəticəni parametr kimi göndərəcəm və buradan məlumat əldə etmiş olacağam. Fikir verdiniz? Və burada asenkron yazmayacağıq ilk öncə. Birinci senkron yazacağam, sonra asenkrona çevirəcəm. Datanın gəlmədiyini görəcəksiniz. Ondan sonra isə təbii ki, bunun dediyim kimi həlli yollarından biri olan callback funksiyonları görəcəyik növbəti dərsdə. Amma bu dərsdə sadəcə problemi yaradacağıq və problemi yaratmağı görəcəyik. Yəni, daha doğrusu yaranan problemi görəcəyik, asenkron problemini. Əmin olun ki, bunun məntiqini başa düşsəsiz, hər hansı bir yerə istək göndərdiyiniz zaman da eyni məntiqlə yanaşacaqsınız. Sadəcə burada mən vaxtı özüm verəcəm. Orada isə bilmirik də vaxt nə qədər olacaq.
1 saniyədə ola bilər, 5 saniyədə, 10 saniyədə, 20 saniyədə baxır o serverin necə işləməsinə, serverin belə deyək də əslində təchizatına da baxır deyə bilərik də. RAM-ına baxır, SSD-sinə baxır və yaxud da ki, orada yükləməyə baxır, nə bilim sizin internet sürətinizə baxır. Çox-çox deməli parametrlərdən asılıdır əslində bu datanın bizə gəlmə müddəti. Amma nə qədər də olsa fərqi yoxdur. Çox az bir müddət belə olsa o asenkron problem olduğu üçün biz onu idarə etməliyik ki, bizim kodumuz düzgün formada işləsin. İndi biz gəlin ilk öncə birinci funksiyamızı yazaq. Birinci funksiyamız nə olacaq? Buradan bir datanı tapacaq da bizim üçün, elə deyil. Deməli bu arrayimizin adı nədir? Studentsdir, elə deyil. Mən buradan studentin name-ini tapacağam da ona görə funksiya yazıram burada. Get name deyəcəm buna. Parametr almasına bunun ehtiyac var. Çünki mən bura ID göndərəcəm. Elə ID olaraq da adlandırıram bunu. Nə edəcəm? Bu studentsin üzərində fırlanacam. Elə deyil. Students üzərində for each yazıram. Find'dan falan da yaza bilərsiniz siz bunu. Shift'i dəyişək buradan. For each yazıram burada. Arrow function'umu açıram. Və if yoxlaması aparacam artıq burada. Niyə görə if yoxlaması aparacam? Mənə nə lazımdır burada? Göndərdiyim ID ki var. Bura gələn parametr olaraq ID ki göndərəcəm mən buna. Bu ID ilə bu student hansı studentin ID-si bərabərsə mənə o studentin first name-i lazımdır, adı lazımdır, elə deyil. Yəni bu ID-ni göndərmişəmsə, bunlar bir-birinə bərabərsə, deməli bunu first name-i götürəcəm. Ya bunun ID-ləri bərabər olsa, bu ID-yə bərabər olsa, bunu first name-i götürəcəm. Dediyim kimi last name falan da götürmək olar, amma mənə lazım olan first name-dir sadəcə ki, bura istək atanda onu göndərə bilim. Ona görə gəlib burada nə edəcəm? Bu şərt yerində yazılacam ki, mən burada yazdığım ID bərabərdirsə əgər nəyə? Bu for each-də də təbii ki, bunu student olaraq tuta bilərik də. Studentin ID-sinə bərabərdirsə əgər, deməli mənim axtardığım deməli student budur da. Elə deyil, mənə lazım olan student budur. Ona görə nə yazacağam burada? Məsələn, gəlin burada for each-in kənarında bir dənə let yazaq. Deməli student name yazacağam buna. Student name olsun. Və burada da obyektin deməli özünü hamısını göndərmirəm. Sadəcə mənə lazım olan nə idi? Studentin first name idi, elə deyil. First name-i buna mənimsədirəm və bu first name-i də nə edəcəm? For each-in kənarında return etmiş olacam. Return eləyəcəm nəyi? Student name. Kontrol edirəm. Yəni bu funksiyamız nə iş görəcək? Buna mən ID göndərəcəm. Bu ID-yə əsasən burada deməli student üzərində fırlanacaq, hər birini student olaraq tutacaq. ID əgər bərabərsə studentin ID-sinə, deməli mənə lazım olan student məlumatı budur. Mən student name-ə, yəni bu dəyişənə, bu student name-in hansı student deməli ID hansı studentin ID-sinə bərabər olsa, həmən studentin, həmən tələbənin adını bu student name-ə mənimsətmiş olacam və onu return etmiş olacam. Elə isə gəlin burada CLG deyək. Məsələn, get name yazıram bura. İlk öncə məsələn bu formada bir şey göndərək. Ctrl S eləyirəm, undefined qayıdır. Çünki bu ID-yə sahib bir şey yoxdur burada. Bunu da bağlayaq hələ ki. Bu ID-yə sahib bir şey yoxdur. Amma məsələn bunu Ctrl C edirəm buradan, gətirib buraya yapışdırıram. Ctrl V edirəm, Ctrl S edirəm. Alisa cavabı mənim üçün qayıtdı. Deməli, bu ID-yə sahib studentin adı nə oldu? Alisa oldu, elə deyil. Bu nəticəni, bu cavabı aldım mən. Artıq bu məndə var, elə deyil. Bu funksiya onu gətirir. İndi ikinci funksiyamı yazacağam. İkinci funksiya nə iş görəcək? Bura istək göndərmiş olacaq artıq, elə deyil. Bura istək göndərəndə də mən parametr olaraq buradan qayıdan nəticəni göndərəcəm də, elə deyil. Yəni burada bunu hər hansı bir dəyişəndə tutacağam. Məsələn, const deyirəm, student name olaraq elə tuturam. Birbaşa student name olaraq tuturam. Fərqli adda vermək olar. Bu student name artıq bu ID-yə sahib tələbənin adıdır, elə deyil. İndi mən bunu parametr kimi göndərəcəm. Gəlin aşağıda da digər funksiyamızı yazaq. Digər funksiyamız nə axtaracaq? Məsələn, deməli, get education yaza bilərik də. Education ya da student education-də yaza bilərsiniz. Yəni tələbənin təhsilini tapırıq da burada belə deyə bilərik. Bu da məndən parametr alacaq, elə deyil. Buna da deyə bilər, hansı parametr alacaq? First name deyirəm buna. Mən burada first name olaraq adlandırıram və bunu göndərəcəm də təbii ki, funksiyanı çağırdığım zaman. Nəyin üzərində fırlanacağıq bəs? Students education-ın üzərində fırlanacağıq. Ctrl C edirəm, buraya yapışdırıram, for each yazıram üzərində. Arrow funksiyonumu açıram və bura daxil oluruq. Burada da if yoxlaması aparmalıyıq, yəni elə deyil. Burada nə olacaq artıq? Baxın, bunların hər birini gəlin student olaraq tutaq. Yəni burada baxın, bu student nə olacaq? Buradakı student artıq nə olacaq? Baxın, bunlar olacaq da, bu obyekt, bu obyekt. Hər birinə student kimi baxa bilərik də. Bunu da aşağı düşürdük, Ctrl C. Hər birinə student kimi baxa bilərik. İndi burada nə yoxlaması aparacam mən? Deyəcəm ki, mənə gələn parametr kimi gələn first name əgər bərabərdirsə, first name əgər bərabərdirsə nəyə? Bu studentin
first name-ilə bərabərsə, deməli mənim axtardığım data student budur da, elə deyil. Onda bunu yenə burada eyni qaydadan, eyni məntiqdən istifadə edək. Let yazıram bura. Məsələn, bu da student education olsun. Belə bir dəyişən təyin edirəm və gəlirəm nə edəcəm burada? Student education-a mənimsədəcəm nəyi? Deməli, bu studentin education, elə deyil. Sadəcə education lazımdır da mənə. Bu studentin, baxın, bu student buradakı obyektdir. Elə deyil, məsələn, bu obyektdir, elə deyil. Bunun da içərisində bilirik ki, first name var, bir də ki, education var. Mən bu sadəcə education dəyərini mənimsətdim buna. Aydındır? İndi for için kənarında gəlirik, bunu return edirik geriyə. Yəni, bu student education-ı geriyə return edəcək. Kontrol edirəm. Kontrol elədim. İndi gəlib bu funksiyanı çağırsam artıq, get education çağırsam, hətta bunu da gəlin aşağıda çağıraq, Ctrl X eləyirəm buradan ki, ardıcıl formada qalsın burada. Burada çağırdım və gəlirəm aşağıda get education çağırıram. Heç narahat olmayın, izah eləyəcəm bir dənə yazaq. Burada da student name-i buna parametr kimi göndərəcəm. Baxın, bu funksiya məndən parametr istəyir. First name parametr istəyir. Yəni deyir ki, mənə ad ver ki, həmən ada əsasən mən axtarış eləyim də, elə deyil. Onda mən bu student name-i buna parametr kimi göndərirəm. Ctrl S eləyirəm. Və bu da return elədiyi üçün geriyə, təbii ki, bunu CLC içərisinə yazaq ki, hətta burada, orada da, yuxarıda da yazmaq olardı. Yəni, burada da birbaşa yaza bilərik. Return eləməliyik. Məsələn, bunu da sadəcə, deməli, student education konsola yazarıq. Master cavabı bizə qaytar. Və gəlib burada CLC deyib, bunu da student name deyərik. Return də eləyə bilərik. Hətta gəlin return eləyək, return kimi qalsın. Return eləyək student education-ı və gəlib bunu da Ctrl X eləyək, CLC deyək. Kontrol edin, kontrol edin. Baxın, Alisa Master cavabı çıxdı. Yaxşı, bu cavab hardan gəldi bizə deyə bilərsiniz. İndi onu izah edirəm. Mən burada 2 dənə funksiya yazdım. Birinci funksiyam budur, ikinci funksiyam isə budur. Elə deyil. Bu funksiya nə iş gördü? Baxın, bu get name funksiyası nə iş gördü çağırıldığı zaman? Bu məndən bir dənə ID alır. Həmən ID-yə əsasən gedir students array-nin üzərində. Bunu da bağlayıram elə ki. Students array-nin üzərində, yəni bu array-nin üzərində fırlanır. Elə deyil. Hər birini student olaraq tutur, onun içərisində obyektlər var, onları student olaraq tutur və yoxlayır. Buna baxmırıq, daha doğrusu buna keçirik. Buna ID göndərdik, bu studentin üzərində fırlandı, hər birini student olaraq tutdu, elə deyil. Burada göndərdiyim ID ki var, bu ID ilə həmən o obyekt ki var, tutduya student obyektini tutdu. Həmən obyektin içərisində olan ID-ni yoxlayır. Əgər bunlar bir-birinə bərabərdirsə, deməli axtarılan data budur, elə deyil. Onda burada dəyişən təyin etmişik, student name adında. Bu student name dəyişəninə bu obyektin içərisindəki student obyektinin içərisindəki first name-i mənimsədir və bu mənimsətdiyi deməli dəyişən ki var, bu student name. Bunu geri return edir. Elə deyil, bu funksiyanın işi bu oldu. Yəni buna bir ID göndərir, o bizə həmən ID-yə uyğun bir ad qaytarır, first name qaytarır. Aydın məsələdir bu. Bu belə. İkinci funksiyamız nə iş görür? İkinci funksiyamız isə parametr olaraq first name alır. Yəni buna bir student adı göndərməliyik. Tələbənin adını buna göndərməliyik biz. Bu ada əsasən nə tapacaq? Get education yazmışıq. Yəni ada əsasən tələbənin təhsil dərəcəsini tapacaq. Məsələn, bu ada sahib tələbənin təhsil dərəcəsi magistrdır, masterdir, nə bilim, bakalavrdır. Bu formada axtarış edir. Bu da nə üzərində? Students education array üzərində. Yəni bu array üzərində fırlanır. First name-ləri qarşılaşdırır. Mən buna parametr kimi göndərdiyim first name-lə student kimi tutduğu obyektin first name-ini qarşılaşdırır. Bərabərdirsə əgər, deməli axtarılan data budur, elə deyil. Onda burada yuxarıda yenə dəyişən təyin etdik və student education adında dəyişən təyin etdik. Bu student education dəyişəninə bu tutduğu student ki var, obyekt olaraq tutduğu student ki var, onun education-ını, yəni mənimsədir. Yəni bunu və yaxud da ki bunu və yaxud da ki bunu mənimsədir. Aydında hansı obyekti tutubsa onu mənimsətdi bura və onu geriyə return etmiş oldu. İndi mən burada nə etmiş oldum? Baxın, buna sadəcə elə first name, birbaşa first name göndərsəm bura. Örneğin hər hansı bir first name göndərsəm, onda da cavab qaytaracaq. Amma mənim yazdığım kodumun işləmə məntiqi odur ki, ilk öncə bu metod çağırılır, funksiya çağırılır. Baxın, get name funksiyası çağırılır. Yəni bu funksiya çağırılır. Buradan qaydan cavabı dəyişəndə tuturuq. Həmən dəyişəni digər funksiyaya parametr kimi göndəririk. Yəni bir yerə istək göndəririk. Oradan bizə data qayıdır. Həmən qaydan data ki var, qaydan məlumat ki var, həmən məlumatı digər yerə parametr kimi göndəririk. Deməli nəticədə burada ardıcıllıq olmalıdır da. Bu birinci deməli istəkdən gələn data ki var, o mənə birinci gəlməlidir ki, onu göndərim digərinə. Elə deyil? Burada da mən bunu etdim, amma hal-hazırda senxrondur. Mən asenkron bir şey yoxdur burada hal-hazırda. Asenkrona çevirəcəm indi. Burada da necə işləyir kod? Niyə görə düzgün cavab qaytarır mənə? Məsələn, mən bu ID-ni göndərmişəm, elə deyil. Bu ID-yə sahib
deməli, student nədir burada? Budur, elə deyil. Bunun first name-ini geriyə qaytardı. Alisanı, elə deyil. Alisanı geriyə qaytardı. Student name-ə mənimsətdi. Student name-i konsola yazanda Alisanı buraya yazdı. Aydın məsələdir. Sonra bu student name-i, yəni Alisanı bura parametr kimi göndərdi. Get education, elə deyil. Get education-da gəlir, axtarır bunun içərisində. Alisanı baxır, first name-i Alisa olanın təhsil dərəcəsi nədir? Master. Ona görə də masteri yazdı bura. Məsələn, bura FFF yazsam mən, bu formada Ctrl S eləsəm, FFF qaytaracaq mənə. Aydındır? Bu belə. Amma dediyim kimi bu senkron işləyir. Yəni ilk öncə gəlir bu funksiyanın içərisinə daxil olur, bunu işlədir, oradan cavabı gətirir, student name-ə mənimsədir, bunu konsola yazır, sonra gəlir bu funksiyanı təzədən çağırır. Bunun içərisinə bu student name parametr kimi gedir. Oradan da qayıdan cavab bu deməli konsolun log metodunun içərisinə yerləşir və burada da görsənir, konsolda görsənir. İndi biz bunu asenkrona necə çevirə bilərik simulyasiya etmək üçün? Set timeoutuna çevirə bilərik, elə deyil. Onun üçün də mən buradan, baxın bunu buradan Ctrl X eləyirəm, set timeout-u burada yazıram. Arrow function açıram içərisində. Bunun içərisinə yapışdırıram və burada da vaxtı verirəm. Örneğin buradan 2 saniyəyə qayıdır cavab. Düşünün bizə 2 saniyəyə qayıdır cavab. Baxın undefined-də döndü avtomatik asenkron olduğu üçün. Çünki biz onu hələ idarə etməmişik. Buradakını da asenkrona çevirə bilərik. Bu da asenkron düşünün. Yəni asenkrona niyə görə çevirirəm? Çünki biz real həyatda database istək göndərəndə, backend-ə istək göndərəndə bu asenkron proses olaraq işləyəcək. Yəni mən burada 2 saniyəyə deyirəm bu cavab qayıtsın mənə, elə deyil. Amma orada bilmirik də, orada da müəyyən vaxt keçəcək. Amma o vaxtı biz təyin etmirik. Asenkron olduğu üçün o dediyim kimi müəyyən şərtlərə əsasən vaxt artıb azala bilər. Amma müəyyən vaxt var da orada. Bu asenkron proses olduğu üçün o idarə olunmalıdır. Növbəti dərsdə dediyim kimi idarə olunması haqqında danışacağıq. Gəlin bunda Ctrl X eləyək buradan. Set timeout yazaq burada. Arrow function yazaq. Bunun içərisinə ataq və burada da vaxt verək. Məsələn, örneğin bu da 1 saniyəyə qayıtsın. Ctrl S edirəm. Baxın, mənə undefined cavabı qayıtdı. Səbəbi nə oldu bunun? Çünki bu yazılan kod ki var burada. Baxın, bu yazılan kod ki var burada. Bu senkron çalışmadı. Senkron çalışsaydı əgər, burada mənə cavablar qayıdacaqdı. Amma bu asenkron çalışdığı üçün get name çağırıldı burada. Bundan qayıdan cavab 2 saniyəyə qayıtmır burada. O gözlənilmir ki, buna mənimsədilsin. Və yaxud da ki, buradakı bu cavab ki var, deməli konsola yazırıq. Bu gözlənilmir ki, 1 saniyə gözlənmir ki, keçsin sonra konsola yazılsın. Aydındır? Bunlar davamlı olaraq işləyir. Yəni bu konsollog və bu konsollog işləyir. Burada da hal-hazırda student name-in vəziyyəti nədir? Undefined-dir. Çünki orada 2 saniyə keçməyib. O asenkrondur. Kənara atılıbdır. Senkron kodlar icra olundu. Konsollar icra olundu. Student name-in dəyəri nədir? Undefined-dir. Heç bir şey mənimsədilməyib. Çünki vaxt keçməyibdir. Burada da baxın bundan qayıdan cavab da nədir? Student name vermişik bura. Bundan qayıdan da student education-a mənimsədilməyibdir. Baxın, 1 saniyə keçməlidir ki, buna mənimsədilsin bu data. Bu da asenkrondur. Aydındır? Biz bunu amma necə idarə etməliyik? İlk öncə mən sizə növbəti dərsdə callback funksiyonları göstərəcəm. Callback funksiyonları haqqında danışacağam sizinlə və ondan sonraki dərsdə də bu problemi callback funksiyonlarından həll etmiş olacağıq. Amma müasir versiya callback funksiyonlar deyil. Promislərdir, promislərdə dən keçdi və yaxud da ki, async await'dir. Bunlarla daha çox istifadəsini görəcəksiniz. Amma mən sizə callback funksiyonları da göstərəcəm. Niyə görə? Çünki bunu başa düşmək üçün, məntiqini anlamaq üçün sizə xeyirdir və təbii ki, köhnə yazılışı da görək biz. Bəzi yerlərdə istifadə olunur, amma məsləhət görülmür deməyim. Yəni bu yerinə görə dəyişir, amma callback funksiyonlarına yazılan kod çox qarmaqarışıq olur. Məsələn, callback hell var, yəni callback cəhənnəmi deyirlər buna. Onu da göstərəcəm sizə. Arda-arda pillə-pillə kodlar bir-birinə keçmiş olacaq. Təbii ki, onu oxumaq da çətin olacaq. Ona görə digər versiyaları istifadə etmək, alternativləri istifadə etmək daha yaxşı olacaq. Amma mən sizə callback funksiyonlarda dediyim kimi izah eləyəcəm. Yəni fikir versəz, mən tədrisin əvvəllərində də hər bir mövzunu sizə izah etdiyim zaman onun ilk öncə belə deyək də digər alternativlərini də göstərirəm. Belə deyək də müasir alternativlərini də göstərirəm. Bunlarda eyni qaydada callback funksiyonları göstərəcəm. Daha sonra promise haqqında danışacağıq. Ondan sonra promisin idarə olunması haqqında, dənkeç haqqında danışacağıq. Ondan sonra da daha geniş, belə deyək, daha yeni versiya async await haqqında danışacağıq və təbii ki, bunların hamısını dediyim callback funksiyonları daha çox yox, dənkeç və async await-i deməli fetch-də və yaxud da ki, access-də istifadə etmiş olacağıq. Amma hal-hazırda bu dərsdə nəyi belə deyək də özünüzə xeyir olaraq götürməyinizi istəyirəm. Yəni bilik olaraq götürməyinizi istəyirəm. Bu dərsdə başa düşmək lazımdır ki, normal real həyatda siz belə bir şey yazmayacaqsınız sonsuz. Set time out'una belə bir asenkron problem yaratmayacaqsınız.
Amma bu problemlər sizi mütləq şəkildə gəlib tapacaq. Siz front yazırsınızsa, back-end-ə istək göndərirsinizsə, asenkron bir proses olacaq orada. Back-end yazırsınızsa, database-ə istək göndərirsinizsə, asenkron proses olacaq orada. Bir back-enddən digər back-endə istək göndərirsinizsə, orada asenkron proses olacaq. Yəni bu formada biz indi 1 saniyə demişik, burada bilinmir də neçə saniyəyə qayıdacağını bilmirik biz. Aydındır, orada bilməyəcəyik biz. Daha sonra və yaxud da ki, hər hansı bir faylı oxuyursunuz, faylı yazırsınız və s. bu kimi irəli belə deyək də yazılışlar ki var. Bunlarda asenkron proseslər görəcəksiniz. Yəni çoxlu yerlərdə asenkron, JavaScript-in asenkron davrandığını görəcəksiniz. Amma bundan qorxmaq lazım deyil. Sadəcə bunların idarə olunmasını da bilmək lazımdır. İdarə olunmasını bilmək üçün də bu problemi başa düşmək lazımdır. Əmin olun ki, baxın burada yazdığım bu iki funksiya ilə yazdığım problemi və set timeoutlar təbii ki var burada. Bu problemin nə olduğunu bilsəz, yəni birindən cavab qayıtmamış digər kodu icra olunur. Ona görə bizə undefined qayıdır. Çünki biz bilmirik studentin name'i nədir. Bizə bu gəlməyib axı. Bunu göndərək, ona uyğun bir şey alaq. Bunu başa düşürsünüzsə əgər, əmin olun ki, siz fetchdə və yaxud da ki, Axisdə çox problem yaşamayacaqsınız. Sırf asenkronun idarə olunmasında. Aydındır? Yəni məntiq olaraq eyni strukturdur. Burada sadəcə mən özüm simulyasiya etmiş oldum bunu. Göstərdim sizə. İndi növbəti dərsdə dediyim kimi bu problemləri həll etmək üçün, yəni buradakı problemi başa düşdüyünə inanıram. Yəni bu funksiyadan ən qısa formada desək, bu funksiyadan cavab gəlməmiş digər funksiyada icra olunur. Eyni vaxtda bunlar addımlamağa başlayırlar. Asenkron o deməli formulu sizə göstərdiyim zaman, qrafiki sizə göstərdiyim zaman hamısı eyni formada eyni vaxtda addımlamağa başlayırdı. Ona görə də digərindən cavab qayıtmamış bu birisi də icra olunur və burada təbii ki qarmaqarışıqlıq olmuş olur. Aydındır və təbii ki burada 2 saniyəyə cavab qayıdır bizə. Bu da gözləmir də. Buna mənimsətməni elə undefined verir, keçir. Yəni bunun icrasını gözləmir. İlk öncə senkronları icra etmiş olur. İndi növbəti dərsdə dediyim kimi callback funksiyonları haqqında sizə məlumat verəcəm. Callback funksiyonların istifadəsini görəcəyik. Ondan sonraki dərsdə bu problemi callback funksiyonlarına həll edəcəyik və ondan sonra təbii ki ola bilər ki, Ajax-ı keçdik sizinlə və yaxud da ki, Promise-i keçdik. Yəni indi artıq o syllabus əsasən davam etmiş olacaq. Növbəti dərsdə görüşək.